Deməli, bugünkü mövzumuz müxtəlif mühitlərdə elektrik cəryanıdır. İlk başlayırıq metallarla. Belə bir metal naqil götürürəm uşaqlar. Bu tərəf müsbət, bu tərəf mənfidir, bildiyiniz kimi 0 faza. Naqilin bir en kəsiyidir burada, gördüyünüz kimi. Və burada nə edir? Təbii ki, yüklü zərərciklər hərəkət edir. Yəni, elektronların hərəkəti var burada. Müsbətə doğru gedir və dövrədə nə yaranır? Cəryan yaranır. Cəryan bilirik ki, müsbətdən mənfiyə doğru yönəlir. Aydın oldu. Həmçinin elektrik sahəsinin intensivliyi də necə yönəlirdi? Müsbətdən mənfiyə doğru yönəlirdi. Metallarda nə xüsusiyyət var uşaqlar? Metallarda sərbəst elektronlar var. Və sərbəst elektronlar da metalın daxilində hərəkəti zamanı nə yaranır? Cəryan yaranır. Ohm qanunu metallar üçün ödənilir. Yəni, U bərabərdir. I vurulsun R yazırıqsa, yəni burada U gərginlikdir, I cəryan şiddətidir, R də nədir? Müqavimətdir. O zaman biz buradan R tapsaq, R bərabərdir, U bölünsün I formatına gəlib düşür. Bilirsiniz ki, burada müqavimət nə gərginlikdə, nə də cəryan şiddətindən, yəni asılı olmur. Onu biz qrafik şəklində belə göstərə bilərik. Yəni R nə I-dən, nə də U-dan asılı deyil bu formada. Və O I-dən isə düz mütənasib olaraq asılıdır. Biz demişdik, yadımıza salaq, müqavimətin asılı olduğu kəmiyyətlər Rho L bölək S idi. Yəni, naqilin uzunluğu idi, bir də naqil en kəsiyinin sahəsi idi. Bunlardan asılı idi müqavimət. Amma I-dən U-dan asılı deyildi. Bu, bunun voltamper xarakteristikasıdır. Uşaqlar, buradakı bucağın alfa, tangens alfası isə, yəni U bölünsün I isə bizə nəyi verir? Baxın, R verir. Aydın oldu. Yəni, sizdən bunları soruşa bilərlər. Aydındırmı? Davam edək. Buraya qədər sual var. Sual var uşaqlar bura qədər. Xeyr, mənim aydındır. Aydındır. Davam edək o zaman. İndi gəlin baxaq görək, metalları biz qızdırdığımız zaman onlarda elektrik keçirici ilə bağlı nələr yaranır? Yəni, onlarda temperatur artanda müqavimət nə edir? Yəni, biz bu asılığa baxacağıq indi. Temperaturu artıranda, uşaqlar, metallarda temperatur artırdıqda, onlarda müqavimət də artır. Müqavimət də artır. Və bu zaman müqavimət üçün belə bir düstur alırıq. R0, 1 plus alfa T. Müəllim, burada R0 nədir? Uşaqlar, mən bunu deyirəm, amma bəzən olur ki, uşaqlar çaşıb deyirlər ki, müəllim, R0 başlanğıc müqavimətdir. Belə səhvi eləməyin. R0 0 dərəcə Selsiusdəki nədir? Müqavimətdir. Müqavimətdir. Yəni, mən sizdən soruşsam ki, filan kəs, R0 nədir? Daha mənə durub deməyin ki, R0 başlanğıc müqavimətdir. Xeyr. R0, yəni 0 dərəcədə olan müqavimətdir. Müəllim, bəs R nədir? R isə uşaqlar, ixtiyari bir temperaturda olan müqavimətdir. İxtiyari temperaturdakı müqavimət. Delta T bilirsiniz ki, temperaturun dəyişməsidir. Temperatur dəyişməsini göstərir. Temperatur dəyişməsi. Müəllim, bəs orada alfa nədir? Alfa müqavimətin temperatur əmsalıdır. Müqavimətin temperatur əmsalı. İndi uşaqlar, biz buradan həmin bu düsturdan alfanı tapsaq, onda alfa üçün belə bir formula alırıq. R minus R0 bölünsün R0 vuraq delta T formatında. Aydın oldu? Yəni, buna bağlı asılı qrafiklərində sizdən məsələlər soruşacaq topulda və o zaman siz bu düsturdan həll edə biləcəksiniz. Bəs alfanın məqsi nədir? Yəni, bizə neyimizə lazımdır? Uşaqlar, metal naqili 1 Kelvin qızdıran zaman müqavimətin nisbi dəyişməsidir alfa. Bir daha deyirəm, metal naqili 1 Kelvin qızdırdığınız zaman müqavimətin nisbi dəyişməsinə deyilir. Aydın oldu. Necə ki, biz sürətin zamana görə dəyişməsinə təcil deyirik. İndi temperatura nəzərən də müqavimətin dəyişməsi adlanır müqavimətin temperatur əmsalı. Bura qədər sual varmı? Alfanın vahidinə nəzər salaq. Alfanın vahidi 1 bölünsün Kelvindir uşaqlar. 1 bölək Kelvindir və yaxud da siz bunu belə görə bilərsiniz. Kelvin üstündə -1. Çünki burada R-lər bölünür bir-birinə. Ohm onunla gedir. Qalır 1 bölünsün T-nin də vahidi Kelvindir.
Yaxşı. Bunları bildik. İndi gəlin bunun uşaqlar asılı qrafikinə baxaq. Görək ki, müqavimət temperaturdan necə asılıdır? Bir dənə yadda saxlayın. Metallarda temperaturu artıranda müqavimət artır. İndi onun səbəbini biləcəyik. Niyə görə elədir? Bu müqavimətdir. Bu da bizim temperaturumuzdur. Müqavimət müəyyən bir qiymətdən, yəni R0 qiymətindən nə edir? Artmağa başlayır. Aydın oldu? Burası 0 dərəcədə. Baxın, 0 dərəcə Selsiusda olan müqavimət buranı göstərir sizə. Aydın oldu? Yəni R0 buradır. Və gördüyünüz kimi düz mütənasib olaraq asılıdır. 0 dərəcə Selsiusda, amma biz bunu Kelvindən göstərəcəyik. Olacaq 273 Kelvin. Aydın oldu? Yəni başlanğıc olaraq buranı göstərsək 0 dərəcə Selsius və yaxud da 273 Kelvin olmuş olacaq. Temperatur da Kelvindən ölçülür. Çünki əsas vahid bizdə nədir uşaqlar? Kelvində. Bəs müəllim, burada xüsusi müqavimət necə dəyişilir? Dəyişilir ümumiyyətlə. Bəli uşaqlar, xüsusi müqavimətə burada dəyişilir. Yəni bu temperatur xüsusi müqavimətə də təsir edir. Bəs necə təsir edir? Dəqiq mən bunu yadınıza gəlirsə, mən rho haqqında danışanda, yəni xüsusi müqavimət haqqında danışanda demişdim, müxtəlif mühitlərdə buna ətraflı deyəcəksə, delta T-dən asılılığı o da bu formadadır. Rho 0 müəyyən bir qiymətdən nə edir uşaqlar? Artır. Yəni temperatur artanda o da artmış olur. Rho-nun düsturu müəllim bəs nə formadadır? O da R-lər kimidir uşaqlar. Yəni rho bərabərdir. Rho 0 1 plus nə? Alfa delta T. Всё. Bu oldu bizim neyimiz? Metallarda elektrik cəryanımız. İndi sual verə bilərsiniz ki, müəllim, niyə görə temperatur artanda metallarda elektrik cəryanının, yəni müqaviməti artır da? Uşaqlar, ona görə ki, metalın daxilində sərbəst elektronlar mövcuddur. Siz temperaturu artırdığınız zaman o metalın içində olan, belə deyək, elektronlar hərəkət eləməyə başlayanda başlayırlar digər atomların intensiv toqquşmağa. Bu zamanda toqquşma da onların sürətini azaldır, hərəkətinə mane olur. Ona görə də nə edir? Cəryan azalır orada. Bu zaman nə baş verir? Müqavimət artır. Aydın oldu? Yəni müqavimət dediyimiz o hərəkətə mane olan səbəbdir. Aydındırmı? Ona görə də metallarda temperatur artırdığımız zaman müqavimət də artmış olur. Bu metallarda elektrik cəryanı. Bura qədər sual var.